Müdafiə Nazirliyində o günlərin bir Nigar Rəfi adında xanıma 2 dənə mahnı oxuduğuna görə Vətən müharibəsi iştirakçısı medalı vermişlər, veteranlıq statusu vermişlər. Amma çox təəssüf ki, mənim bir şikayətçim mənə bir məktub yazıb, adını yazmaqdan belə qorxur. Əslində belə qorxaq adamın nə veteranlığını vermək lazımdır, nə əlilliyin vermək lazımdır. Hətta belə adamı ölkədən qovalamaq lazımdır. Deyir ki, Vüqar müəllim, mənim oğlum yaralanıbdır, medalları var, amma mənim oğluma veteranlıq vermirlər. Mənə deyirlər ki, get ver məhkəməyə. Gedib vermişəm Gəncə məhkəməsinə, 1-ci instansiya məhkəməsini udmuşam, oradan veriblər apellyasiya məhkəməsinə, apellyasiya məhkəməsində udmuşam, çünki voyenni biletdə, hərbi biletdə peçat var, möhür var. Adamın müharibədə olduğu ilə bağlı sənədlər, sübutlar var, medalı var adamın. Və ondan sonra Müdafiə Nazirliyi müraciət edib ali məhkəməyə, ali məhkəmə 1-ci və 2-ci instansiya məhkəməsinin qərarlarını ləğv edib. Yəni adama veteranlıq statusu verməyiblər. Dəhşət deyil bu. Adam güllə yarası alır, medal alır, döyüş medalları alır. Amma veteranlıq ala bilmir, deyirlər sən müharibədə olmayırsan. Bəs onda bu medalı kim verib ona? Niyə verib? Nədən ötürü verib? Bu medal Vasboyun bazarında satılmır ki, gedəsən oradan alarsan, o böyük vətən müharibəsi medallar kimi üstü taxasan. Bu medal Zəngilanın, Qubatlının, Laçının, nə filan rayonu, Füzulinin azad olunması üçün verilən medallardır. Bəs bu adam onda harada yaralanır? Bu medalı kim verib ona? Niyə veriblər ona? Bax budur. Məsələ burada çox ciddidir dostlar. Əmlak Komitəsi də belədir. Sosial Müdafiə Nazirliyi də belədir. Bütün dövlət qurumları belədir. Çünki niyə? Bunlar üçün nə qədər dövlətin pulu talansın, vecdənə deyil, fərqi yoxdur. Əmlak Komitəsinə müraciət edib bələdiyyə ilə bağlı, bələdiyyə sənədlərlə bağlı vətəndaş ki, mənə kupça ver. Əmlak Komitəsi kupçanı vermir. Deyir ki, olmaz, bu torpaq bələdiyyənin deyil. Vətəndaş müraciət edir məhkəməyə. Məhkəmə müraciət edir Ədliyyə Nazirliyində bələdiyyələrlə iş mərkəzinə. Oradan rəy alınır. Rəy alınır, baxır ki, həqiqətən bu torpaq bələdiyyənindir. Müqavilə qanunudur. Torpaq həqiqətən də filan vaxt 2005, 2006-cı yaxud 2000-ci illərdə həmin vətəndaşa icarəyə verilib. Vətəndaş həmin müddətdən o torpağa pul ödəyir. Məhkəmə səndən qanunu da olsa pul alır və qərar verir. Siz təsəvvür elə. Əmlak Komitəsi verir apellyasiya şikayəti. Apellyasiyanı da uduzur. Əmlak Komitəsi müraciət edir ali məhkəməyə. Ali məhkəməni də uduzur. Ondan sonra başqa biri gəlir. Yenə həmin proses başlayır. 1-ci instansiya vəkil göndərirlər. 2-ci instansiya vəkil göndərirlər və ali məhkəməyə vəkil göndərirlər. Minlərlə Azərbaycan məhkəmələrində belə iş var. Həm Sosial Müdafiə Nazirliyi ilə bağlı, həm Müdafiə Nazirliyi ilə bağlı, həm də Əmlak Komitəsi ilə bağlı. Və hər ora gedən vəkilə pul ödənilir. Fikrim çatır dostlar, dövlətin pulu ödənilir. Əgər o müəssisələrin rəhbərləri ora göndərilən vəkilin pulunu cibindən ödəsə, maaşından ödəsə, o rəhbər bir də başını daşa döyər, qələt eləyər, ikinci də ora vəkil göndərməz. Eyni zamanda ali məhkəmə əgər president varsa, yəni artıq bu qanunu desə, ali məhkəmə o işlərə baxmamalıdır. Zaten bir dəfə Əmlak Komitəsinə göstəriş verməlidir ki, filan sənədlərlə sizə müraciət eləməklə bağlı məhkəməyə müraciət olunmasın. Çünki hər məhkəmədə siz udursunuz. Çünki qanun vətəndaşın tərəfindədir. Amma ali məhkəmədə bunu eləmir, apellyasiya məhkəməsi də eləmir və heç kəs eləmir. Çünki niyə? Ortada dağılan dövlətin puludur. Dövlətin pulun dağılması isə bunlar üçün maraqlı deyil. Əksinə, maraqlıdırlar ki, dövlətin pulu dağılsın. Çünki oradan özlərinə pay götürürlər. Və yaxud da hər bir adamı var, hüquqşünas kimi qoyub ora, gedir məhkəmə, oradan küllü müddətdə adam pul qazanır, vəkil kimi. Niyə də bunu eləməsinlər? Təbii ki, o bir gündə 5 işə çıxırsa, hərəsindən 500 manat pul alırsa, günə 2500 manat pul eləyir ki, bunu da atqat şəklində qaytarır, rəhbərinə verir ki, ay rəhbərim sağ ol, sən məni bu işlə təmin elədin, bu da sənin haqqın. Al, sox gözünə, ye.